Baş prokuror bilirsə də Kamran Əliyev kimdir? Bu sürtük, bu mamış əmən. Mamış əmən. Fərqi yoxdur, camış mamış olsun, nə mamış olur olsun. Öz arvadı Dəlil Ağayevin altından çıxmır. Bax, dəyərli vətəndaşlarım, dəyərli soydaşlarım, nə baş verir? Deməli, bu müğənni Dəniz, hansı ki göstərimdə sizə bax, bu müğənni Dəniz, ala, birazdan danışacağıq. Bu müğənni Dəniz, tanıyırsa, Dəniz, müğənni Dəniz, baş prokurorun sevgilisi. Bax, müğənni Dəniz, tanıdınız eləmi? Tanıdınız. İndi gəlin bir, baxaq ki, nə xəbərdir o. Deməli, bu müğənni Dəniz Əsədova baş prokurorla cinsi münasibətdə olub uzun zaman. Çox biabırçı münasibətləri olubdur. Sonra baş prokurorla Dəniz Əsədova münasibəti korlanıb. Basıb qızı döyüb, tutturub. Niyə tutturub? Deməli, qız Dəniz Əsədova baş prokurorla yataq görüntülərini, konkret görüntü belə olub ki, qız uzanıb, Kamran da girib onun ayaqlarının arasına mamışını yalayırmış. Və qız da həmin vaxt Kamranı əlindəki telefonla görüntüyə çəkib, telefonda özündə saxlayıb görüntüləri. Kamran haçansa dalaşıb qızı döyəndə ona işgəncə verilmiş, şeyi durmayanda zadda özünü sındırmırmış, əsəbləşirmiş, sənə nasırayım korladın, çortumu pozdun, nə elədin. Qız daxildə bezib bir gün görüntülər göstərib, düz birbaşa göndərişin prezident aparatına əlində görüntülər var. Bu inanmayıbdır. Deməli, Dəniz Əsədova görüntüləri göndərib prezident aparatına. Prezident aparatında vətəndaşların şikayətinə baxan Petuq Süleyman İsmailov, bilirsiniz burada bir Petuq var, həqiqi Petuqdur ha. Vallahi billahi Petuqdur. Bax, Petuq Süleyman İsmailovun əlinə keçib görüntülər. Süleyman İsmailov prezidentə görüntüləri göndərməyə əvəzinə Kamran Əliyevin özünə satıb. Yəni, qız səndən seksini göndərir prezidentə, mənim əlimə keçdi, bax, məktubda, diskdə birbaşa özünə göndərib, satıb da, yəni satıb. Deməli, dəyərli vətəndaşlarım, dəyərli soydaşlarım, Kamran Əliyev, yəni baş prokuror, qızı, yəni müğənni Dənizi tutturubdur. Müğənni pul verib amnistiya salmışdı özünü, saldırmışdı. Bir ilk başda Kamranın xəbəri yox idi. Adı da, dedilər ki, siyahıdadır. Kamranın xəbəri yox idi. 3-4 gündür azadlığa çıxıb, müğənni indi Kamran onu yenə tutturmaq istəyir, yenidən iş qaldırdı. Baxın, 3 gündür azadlığa çıxıb, ha. 3 gündür. Yadından çıxıb Kamranın. Kamranın amcığını yaladığı Dəniz prezidentə şikayətsə tutturdu da, yəni. İndi çıxıbdı türmədən, Kamranın diqqətindən uzaq da yadına düşməyib türmədən çıxıbdı. Birdən-birə Kamran bilib ki, bunun kaseti olan mamışını yaladığını çəkən Dəniz azadlığa çıxıb. Tez tutturmaq üçün təzədən cinayətçi qaldırtdırıb. Qızın səhvi ondadır ki, həmin görüntüləri başqalarına ötürməyib. Təkcə telefonda olubdur. Telefonda o vaxtı tutulanda alıblar əlindən. O deməkdir ki, İlham Əliyevin özünə də, amnistiyasına da soxasınız, onu qozuna alan yoxdur. Budur, bax. Müğənni Dəniz 3 gün əvvəl, 3 gün əvvəl amnistiya aktı nəticəsində azadlığa buraxan Müğənni Dəniz Əsədova yenidən məhkəmə qarşısına çıxarılır. Baxın, maddələrin sayına baxın ki, heç öcalana bu qədər maddə açmayıblar. 32.4, 308.2, 32.4, 313, 32, 311, 3, Müğənni Dəniz. İndi bildinizmi Kamran Əliyev amcıq yalayan? Ödə qıllı amcığı xoşlayır, qıllı amcıq. Olanda yaxşı yalayır. Dəyərli soydaşlarım, qıllı amcıq yalayan Kamran Əliyev bu müğənnini təzdən tutturur. Bu masum bir qızdır, bunun nə günahı var ki? Bunların hamısı özləri günahkardır. Dəyərli həmvətənlərim, dəyərli soydaşlarım. Söz təmiz demək lazım. Amcıq yalayırsa amcıq yalayır. Nə vagina, magina. Yaxşı, vagina deyəndə nə olur? Toplananların yerin dəyişməklə cəm dəyişmir. Riyaziyyatın qanunu. Dünya səviyyəli ayıb bir söz olur. Heç olmazsa öz səviyyəmizdə ayıb bir söz olsun. Dünyanın hansı milləti amcıq deyir bizdən başqa. Şurada İlhamın da yaladığı, nə bilim, Kamran Əliyevanın da yaladığı amcıqdır. Vəssalam. Neyse, bu məlumatı da verdim, qutardı getdi. Burada nə var? Yaşda kitab dilinə deyək ki, vagina yalayır Kamran, vagina yalayır, vagina. Məktəblərdə müəllim danışanda vagina demir, hələ orta məktəbdə deyil. Biz deyəndə söyüş olur, müəllim deyəndə olmur. Gəlxana deyir. Trump, Kamala Harisə gündə 10 dəfə qəhbə deyirdi Trump. Ağzını belliyim, söyüşlə deyirdi Kamala Harisə, prezidentliyə namizədə. İndi Trump söyəndə söyüş olmur, Putin söyəndə söyüş olmur, Qabil söyəndə söyüş olur, ha? Kamran Əliyevə baxmışsınız sifətinə, amcıq yalamaqdan amcığa oxşuyur. Neyse, sağ olun, salamat qalın. Son olarak Elman bəy, bağışlayın siz də, tam burada xanımlar, bəylər izləyir bizi, hamıdan üzr istəyirəm. Arada bir belə çılpaq sözlər deyirəm. Zaten efirlərimiz qəhvəxana, məişət, bütün ətraf mühit qəhvəxana.
bütün Mehriban Əliyeva gətirib qəhbənin bütün İsraildən belə paltarda qoyulan heykəli gətirib lüt qoydu. Bundan başqa İlham Əliyev muzeyi açdı, Erotika muzeyi, nazirlər gəldi muzeyə. Görmüsünüz, görməmisən İlham bəy Erotika muzeyini? Yox, fikir verməmişəm. Xarici İşlər naziri Elmar Məmmədyanov gəldi belə böyle. Şəkillər zada mənə atası göstərən sabah efirlər. Yəni bütün efirlər əxlaqsız